İyunun 26-sı Azərbaycanda Silahlı Qüvvələr Günü olaraq qeyd olunur. Bu tarix 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılan ilk milli ordunun yaranma gününü simvolizə edir. 1998-ci ildən etibarən isə bu gün rəsmi dövlət bayramı kimi qeyd olunur. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşahidə edilirdi. Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. 1992-ci ilin oktyabrın 9-da Azərbaycan 2-ci prezidenti Əbülfəz Elçibəyin hakimiyyəti zamanında Bakıda keçirilən hərbi parad orduya olan inam və marağı, eləcə də vətənpərvərlik ruhunun artırılması üçün atılan addım oldu. Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, silahlı qüvvələr pərakəndəlikdən xilas oldu, ordudakı siyasiləşməyə son qoyuldu. Heydər Əliyev hakimiyyəti dövründə həm prezident, həm də ali baş komandan olaraq ordunun qüdrətli olmasına diqqət yönəltdi. Prezident Heydər Əliyevin 22 may 1998-ci il sərəncamına əsasən əlahiddə Azərbaycan korpusunun yarandığı gün 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Prezident İlham Əliyev dönəmində isə Azərbaycan ordusu sürətli inkişaf mərhələsinə qədəm qoydu. Görülən işlərin nəticəsi isə Azərbaycan ordusu bu gün Qafqazda ən müasir ordu hesab olunur. Hərbi ekspert Səxavət Məmməd 26 iyun Silahlı Qüvvələr Günü ilə bağlı Cəbhət TV-yə danışıb. Azərbaycan ordusunun ümumiyyətlə yaranma tarixinə baxanda biz nəyi nəzərə almalıyıq? Həm 1918-ci ildə yaranan ordu döyüşə-döyüşə formalaşıb, ermənilərə və bolşeviklərə qarşı döyüşüb. Həm də 91-ci ildə müstəqillikdən sonra, hətta müstəqillikdən əvvəl belə formalaşan Azərbaycan ordusu döyüşə-döyüşə ermənilərə qarşı döyüşüb. Və təbii ki, birinci müharibə dönəmində Azərbaycan ordusu çətin dönəmlər yaşadı və çətin dönəmlər keçdi. Amma daha sonra Azərbaycan tərəfi ümumiyyətlə ordunun formalaşmasında, ordu quruculuğunda çox ciddi addımlar atdı. Hesab edirəm ki, Azərbaycan ordusunun ilk ən ciddi sınağı aprel döyüşləri vaxtı oldu və aprel döyüşləri əslində Azərbaycan ordusunun formalaşmasında və əslində Azərbaycan ordusunun səhvlərini və düzlərini görməsində çox mühüm rol oynayır və daha sonra 2020-ci ildə 44 günlük vətən müharibəsi dövründə Azərbaycan ordusu əslində nə qədər güclü olduğunu ortaya qoydu. Həm Azərbaycanın həm quru qoşunları, həm xüsusi təyinatlıları, həm artilleriya bölmələri, həm aviasiyası və dronları tamamilə güclü olduğunu və tamamilə fərqli bir formada müharibəyə hazırlaşdığını ortaya qoydu. Hesab edirəm ki, Azərbaycan 44 günlük müharibədən sonra baş fırlanmasına eyfariya qapılmadı və Azərbaycan 44 günlük müharibənin nəticəsi olaraq güclü tərəflərini bir qədər də gücləndirdi. Xüsusi təyinatlıların sayını artırdı, əlavə komanda briqadaları yaratdı. Bundan əlavə digər silahlı qüvvələrin digər növlərində də xüsusi təyinatlıların sayını artırdı və Azərbaycanın ən zəif yerlərindən biri olan köhnəlmiş aviaparkını yenilədi. Əvvəl 16, indi isə 40 J-17 qırıcıları aldı. Hesab edirəm ki, Azərbaycan ordusu hazırda hələ də güclənməkdə davam edir və dünyada baş verən proseslərə biz baxdıqda düşünürəm ki, Azərbaycan ordusunun bir qədər də güclənməsinə ehtiyac var və burada yerində saymaq olmaz, eyfariya qapılmaq olmaz. Ona görə də düşünürəm ki, Azərbaycan ordusu hazırda nəinki öz potensialına görə, hətta özündən böyük ölkələrin bir çoxsundan belə Azərbaycan ordusu daha güclüdür. Azərbaycan Milli Ordusu hərbi hava və hava hücumundan müdafiə, hərbi dəniz və quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDV çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.
Bu gün artıq Azərbaycan ordusu qalib ordudur. Qarabağ işğaldan azad olunub və Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.